Son günlər Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevlə bağlı müxtəlif iddialar səslənir. Xüsusilə onun komandasında olan insanlar bugün gündəmdədir. Onlardan biri də tanınmış iş adamı, Şərur MTK-nın sahibi Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovdur. Şərurlu İsfəndiyarın da Ramiz Mehdiyevə yaxın olduğu iddia olunur. Bununla bağlı onunla əlaqə saxladıq. Şərurlu İsfəndiyar yayılan iddialarla bağlı bunları dedi. Vallahi bu neçə nəfərdir, onu nə sənin, nə mənim haqqımız var da danışmağa. Siyasətçilər var, dövlət var, məhkəmə var. Yəni kim kim çəkir, kim bilsən bir şov proqramıdır sanki elə. Hədə filandır. Kaş elə olaydı, mən də şəhərdə bir ev tikəydim. Mənim başıma işlər gəlməyəydi. Yəni şəhərdə kömək gəldi bir ev tikəydim. Kaş olaydı. Yəni heç vaxt əlaqəniz olmayıb hə ondan? Olsaydı pis olmazdı. İstəyərdim olaydı. Mən də şəhərin mərkəzində 2-dən 5 dəfə tikərdim. Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur.